Sonsuzluq min illərdir ki, insanoğlunun başının bəlasına çevrilib. Körpə qığıltısına möhtac qalan ailələr sonsuzluğun ağır yükündən azad olmaq üçün baş vurmadıqları loğman qoymurlar. Bəzənsə edilən bütün müalicələr nəticəsiz qalır. Amma tam müşkülə də düşür demək olmur. Son illər elmin, texnologiyanın yenilikləri bu sahədə olan problemi qismən də olsa çözməkdədir. Sonsuzluğu yaradan səbəblərə gəlincə isə onlar bir deyil, bir neçə deyir həkimlər. İllər öncə hesab olunurdu ki, yalnız qadın günahkardır bu problemdə, amma müasir tibb artıq müəyyən edib ki, necə qadının rolu böyüdüsə, kişinin də bir o qədər rolu var bu problemin yaranmasında. Kişi sonsuzluğundan danışırsa, kişilərdə ən birinci problem damar genişlənməsi, yəni varikosieliya kimi tanınan bir xəstəlik durur. İkinci yerdə hormonal problemlər, yəni hormonal problemlər uşaqlıq dövründən də yaranmağa başlaya bilər. Sonralar ikincili də ola bilər. Üçüncü yerdə durur səbəblərin içində cinsi infeksiyalar. Əgər vaxtında müalicə edilməyibsə və yaxud müalicə tam olmayıbsa, onların fəsadı kimi, sonsuzluq kimi problem ortaya çıxa bilər. Mütəxəssislər yeni ailə quran cütlüklərin, əsasən də kişilərin nikaha girməzdən əvvəl bəzi profilaktik tədbirlər görməsinin vacib olduğunu deyirlər. Bütün nikaha daxil olan kişilər əvvəlcədən nikahdan öncə spermogramma kimi bir müayinə keçsinlər. Yəni spermogramma kişinin uşaq olma qabiliyyətini göstərən bir müayinədir və bu müayinədən sonra onların məlumatı olacaq ki, problem var ya yox. Həkimlər görülən bütün tədbirlərə baxmayaraq, nəticənin olmadığı halda belə sünni mayalanmadan istifadə edilməklə övlada sahib olmanın da mümkün olduğunu və bu təcrübədən dünyanın inkişaf etmiş bütün ölkələrində istifadə edildiyini söyləyirlər.